Qarabağ qəlbimizdə yanan bir ocaqdır. Qarabağı çox istəyirik. Qarabağı sevdik, sevirik və sevəcəkdir. Qarabağ mənim ürəyimdir. Qarabağ bizim işığımızdır. Qarabağ bizim canımızdır, ciyərimizdir, torpağımızdır. Qarabağsız Azərbaycan ola bilməz. Qarabağsız Azərbaycan yoxdur. Qarabağ – это родина моего отца. Qarabağ – это место, где родилась моя мама. Ermənilərin Qarabağı bizdən almasına heç bir əsas yoxdur. 20% азербайджанской земли оккупировано армянами. Gecə, gündüz bizim fikirləşdiyimiz ancaq Qarabağ. I have a dream is to live and see Qarabağ. Mən həmişə Qarabağa getmək istəmişəm, çünki mən də Qarabağlıyam. Qarabağlı olana Qarabağda deyirlər bu dəqiqə. Ağdamlı olaraq artıq 23 ildir ki, Ağdamsızam. Mənim anam 82 yaşı var. Hər gün ağlayır, Allaha yalvarır ki, mən ölməyim. O günü gözləyim ki, gedim öz həyatımda ölüm. Heç ev də istəmirəm, öz torpağımızda özümüzə qalsın. Heç vaxt Qarabağı unutmalı deyilik. We need to return our lands. Qarabağ должен быть нашим. Qarabağ – это то, ради чего стоит воевать и жертвовать собой. Bizim Qarabağla bağlı qisasımız var. Я буду защищать Карабах любой ценой. Mən yenə ürəyinə gedib orada döyüşməyə hazıram. Ermənilər etdiklərinə peşman olacaqlar. Мы вернем в наши земли обратно. Bir gün Türklərin o şanlı ay yıldızlı bayrağı bir güneş gibi dalgalanacak Qarabağda. Древні землі Азербайджану повинні все ж таки повернутися в лоно Азербайджану. Uşaqlar yəni yayda istirahət etdiyi, yəni rayonuna gedəndə, öz torpağına gedəndə həmişə içimdə bir qısqanclıq olub ki, yəni mən də o istədiyim, yəni öz torpağıma gedim. Amma yəni bunu heç yaşamamışam və ona görə çox sonra Qarabağı geri qaytarmaq həqiqətən vacibdir.